Baxın, biz sıradan çıxmış hədəfləri qiymətləndirsək və sıradan çıxmış ali rəhbərləri qiymətləndirsək, texnologiya baxımından üstün tərəf İsrail götürülür. Həm qəfillik təşkil olundu, həm sürətli təşkil olundu. Eləcə də belə deyək, incə nöqtələri götürə bildilər və dəqiq nöqtə atəşləri ilə bu hədəfə çatdılar. Və bu müharibəni Rusiya ilə Ukrayna müharibəsində insan itkisini daha çox gördüyümüz halda canlı qüvvənin İsrail-İran müharibəsində insan itkisi döyüş sahəsində deyil, sivil vətəndaşların insan itkisi var, amma döyüş sahəsində İsrailin apardığı texnoloji müharibə onun belə desək, hətta F-35-lərin belə vurulması hələ də sual altındadır. İran bunu qeyd edir, İsrail bunu hələ təsdiq edəməyib. Yəni bu baxımdan İsrail daha üstündür. Və bu sizin cədvəlinizə əlavə olaraq bir əlavə etmək istərdim ki, İsrailin müttəfiqlərinin də güc balansı İranın əksinədir və İsrailin xeyrinədir. Ona görə də İranla İsrailin hərbi gücü müqayisə edilməz şəkildədir. Çünki əslində indiki dövrdə silahlanma da bir o qədər rol oynamır. Məsəl üçün, İranın bəzi yüksək sərraflı texnoloji raketləri belə hal-hazırda həmin atəş qurğularına əl çatmazdır. Çünki ona görə ki, onlar hal-hazırda müharibənin birinci fazasında İsrail tərəfindən sıradan çıxarılıb, elektron sistemləri sıradan çıxarılıb. Məsələ bundan ibarətdir. Amma əfsuslar olsun ki, bugün müharibəni açıq şəkildə qeyd edək ki, Ukrayna-Rusiya müharibəsində, İran-İsrail müharibəsində tənzimləyən ölkələr var və bilirsiniz ki, 7 görüş zirvəsi toplandı. Lap sadə dinləndiyim, bunu hər kəs başa düşən olsun. İranın sonunu gətirəcək zirvə görüşündə kimə nə düşəcək pay bölgüsü ilə bu təlimlər keçirilir, yəni toplanışlar keçirilir. Və düşünürəm ki, bugün Amerika siyasətində ən dəhşətli və belə desək, ən sirli siyasi gedişləri görəcək. Heç nə bəyan etmədən həyata keçirilən hərb sahəsini görəcək. Hal-hazırki dövrdə Amerikanın deməli krayserləri, hansı ki, həm nüvə başlıqlı atom silahları, həmin onun sualtı vasitəsilə gəlməsi, eləcə də təyyarələri daşıyan avialaynerləri hal-hazırda İran körfəzinə doğru gəlməkdədir. Yəni Çin Sakit Okean hövzəsindən eyni qaydada Britaniyanın gəmiləri üzərində qırıcı təyyarələr, belə F-16-lar, F-35-lər və s. onlar da İrana yaxınlaşmaqdadır. Elmar bəy, istəyirəm ki, vaxtımız azdır. Bir məsələ də var, önəmlidir. Axios portalının iddiasına görə yazır ki, Amerika Birləşmiş Ştatları məhz İsrailin bu hədəflərini daha tez zamanda həyata keçirməsi üçün, hədəflərinə nail olması üçün bunker əleyhinə bombalar da veriləcək. Biz bilirik ki, Fordo hazırda İsrailin əsas hədəfidir. Fordo vurularsa, o zaman nə baş verəcək? Ümumiyyətlə, vura bilərmi İsrail Fordonu? Biz bilirik ki, çox dərinlərdədir. Bəs ona görə mən oraya gəlirəm ki, hal-hazırda İngiltərənin və Amerikanın gəmiləri hansı Fordonu məhv etmək üçün və 30-a yaxın hava limanı belə desək də, F-35-lərin havada tənzimlənməsi üçün ki, yanacaqla doldurulacaq, İran körfəzinə gətirilməkdədir. Biz yaxın günlərdə İrana total, yəni belə desək, kütləvi zərbələrin endirilməsini görəcək. Bilirsiniz, Amerika sadəcə bir oyun oynadı. İsrail ilkin müharibəni başladı. İranın bütün nüvə obyektləri, eləcə də raket sistemlərinin, bazalarının, buraxılış qurğularının yerlərini təyin etdilər bu 5 gün ərzində. İndi isə Fordo adı altındakı İsrail son dəstəyini almaq istəyir Amerikadan. Fordonun zərərsizləşdirilməsi üçün vasitə istəyir ki, bəli, nüvə reaktorlarının olduğu yerdir və bura mənim gücüm çatmır, mənə kömək edin. Bunun altında İranın bütün atəş nöqtələri Amerika və İngiltərədən, yəni İsrailin müttəfiqləri tərəfindən sıradan çıxarılacaq. Ona görə sizin bir qeyd etdiyiniz İrana da dəstək verən ərəb ölkələri də o bəyanatı veriblər. Çünki hamı kütləvi zərbələri gözləyir. Sizin suala yekunlaşdırıram. Biz yaxın günlərdə İsrail və onun tərəfdaşlarının İrana kütləvi zərbələrini görəcəyik. Çox sağ olun, Elmar bəy. Təşəkkür ederim.